Yəni qiymətlər hamısı yazılıb orada, görəcəksiniz. Əslində gözlənilmədən oldu dostlar. Yəni reklamın, antireklamın bəzi hallarda nə olur? Təsiri olur. Yaxşı cəhətdə. Yəni gördüyünüz Findix Pro modelidir. Hansı ki bəzi insanlar dırnaqarası belə deyək də, yəni özünə peşəkar deyənlər, istifadə edə bilməyənlər pis deyirlər. Bu cihazın Pro paket halıdır və görək cihaz nəyi göstərəcək. Qızıldan tutmuş bütün metalları göstərəcək dostlar. Cihazın içində nə gəlir indi? Onu da sizə göstərəcəm. Hədiyyəli paket gəlir. Hədiyyəli paketin içində çantadır gördüyünüz kimi. Qiymətini vurğulamayacağım dostlar. Qiyməti bəllidir. Gələcəksiniz mağazaya. Yəni qiymətlər hamısı yazılıb orada. Görəcəksiniz. Burada nədir? Cihazın içində olan yekə çantadır. Yəni qatlanmış halıdır. Cihazın içindəki zaretka şnurudur və naushnik qoşmaq üçün, qulaqlıq qoşmaq üçün şnurdur. Kitabıdır dostlar. Kullanım kılavuzudur. QR kodla siz də indi bu dəqiqə hal-hazırda yəni skrin edə bilərsiniz, özünüz üçün oxuya bilərsiniz. QR kodla dilləri var burada. Cihazın içindəkilərini oxuya bilərsiniz. Və qulaqlıq gəlir içində. Gördüyünüz kimi noktanın öz qulaqlığıdır. Yəni o qiymətinə dəyər də. Bir də ki, belə bir bıçaq gəlir içində. Hədiyyəli paketli gəlir ki, bu hədiyyəli paketdən sizlər də alıb, yəni istifadə edə bilərsiniz. Onu da deyim ki, bu cihaz inşallah ki Tovuz rayonuna gələcək. Qardaşımız Tovuzdan izləmişdi videomuzu və bizə sifariş elədi. İnşallah upakovka eləyəcəm və göndərəcəm. Belə cihaz özüdür burada. Cihaz özüdür. Bir də cihazın bobin hissəsi aşağıda da gördüyünüz kimi. Yəni bu formada, qutulamada gəlir. İndi isə mən bunu qırağa saxlayıb cihazın tanıtımını sizə göstərəcəm və kakraz elə qardaş da həmən tanıtımla cihazı istifadə edəcək. Cihazı işlətmək dediyim kimi rahatdır dostlar, rahatdır. Sizlər də alıb istifadə edə biləcəksiniz. Dediyim kimi şnur üst təbəqədən burulur, yuxarıdan gedir. 4 dəfə, 5 dəfə burulacaq ki, bunu cihazı yerə qoyan zaman bunu vurub qırmasın buradan. Bir də ki, bu möhkəm bağlanmır buradan. Biraz yüngül bağlanır ki, hərəkət eləyə bilsin. Cihazın zaretka yeri, yəni şarj yeri buradandır. Bunu açacaqsınız. İstər powerbankla, istərsə də maşında zaretka qoya biləcəksiniz. Cihaz tam olaraq su keçirtməzdir. Çəkisi 1 kilo 200 qramdır. 5 metrə suyun içində dözümlü bir cihazdır. Yəni 5 metrə suyun içinə salsaz 5 metrə suyun içində işləyəcək. Uzatmayaq çox da söhbəti dostlar. Burada knopkalarında gördüyünüz kimi, yəni içində də olan proqramlar var ki, onu siz görəcəksiniz. Yəni bir toxunuşla cihaz işlə hala gəldi. Cihaz işdəydi. Mən burada bayaq müştəriyə göstərən zaman qara metalları bağlamışdım. İndi isə burada metalları açacağım. Yəni bu düymə metalları açıb bağlamaq üçün istifadə edəcəksiniz. Bu düymə isə gördüyünüz kimi bu həssasiyyət düyməsidir. Yəni həssasiyyəti maksimum edən zaman maksimum dərinlikdə gezəcəksiniz. Azaldan zaman az dərinlikdə dayazda gezəcəksiniz. Bu ekran işığıdır. Ekran işığı 5'ə qədər sabitdir. 5'dən sonra avtomatik rejimə düşür. Yəni ekonom varianta gedir. Biz də bunu 3-4 səviyyəsində, 2-3 səviyyəsində saxlayacağıq. Səs isə səsi 5'ə qədərdir. 5'dən sonra 0'a enir. Gördüyünüz kimi 5'ə, 5'dən sonra 0. Yenə də yəni 5'ə qədər qaldıra biləcəksiniz. Bəli, bu pointer düyməsi dostlar. Yəni bir hədəfi tapan zaman, deyək ki bir metalı tutduq. Metaldan qırağa çəkdik, düyməni bastıq və hədəfin nöqtəsini bizə neynədi? Göstərdi. Bu formada işləyəcək. Bu proqramları dəyişmək üçündür. Yəni hər dəfə tıklayan zaman proqramlar dəyişilir. Bu qədər rahat. Söndürməyi isə sıxıb saxlayacaqsınız, sönəcək. Belə dostlar, ünvanımız Nərimanovda yerləşir. Əliyar Əliyev küçəsi 8, Kosmos yaşayış kompleksində. Sizlər də rayonlara istəsəz, çatdırılma var dostlar. Göndərmək haqqı, yol pulu bizdəydi. Sadəcə sifariş verin, cihaz gəlsin, ünvanıza kimi gəlsin.